Salam canlarım, necəsiz? Bugün Hayday Fabrikaları serisinin 3. bölümünü çəkirəm. Önümüzdə özü balaca amma işləvi çox böyük olan bir maviş fabrika var. Bəli, bu fabrikanın adı şəkər fabrikasıdır. Şəkər fabrikası oynadığımız oyun müddətində bizə 2 dəfə verilir. İndi deyə bilərsiniz ki, bəlkə də necə yəni 2 dəfə verilir? Yəni mən heç görməmişəm. Amma birincisi kiçik səviyyədə, ikincisi isə yüksək səviyyədə verildiyinə görə, yəni mənim səviyyəmdən az səviyyələr bunu bəlkə də bilməyə bilər. Ya da ki, başqa Hayday oyuncularının yerlərində və yaxud da videolarında da görmüş ola bilərsiniz. İndi sizə onun haqqında məlumat verəcəm. Şəkər fabrikasının birincisi 7-ci səviyyədə bizə verilir. 350 altın ilə alınır. İkinci fabrika isə çox yüksək səviyyədə, yəni 76-cı səviyyədə olur. Onun həm yüksək səviyyədə olması, həm də ikinci dəfə verilməsi yəni verilməsinə görə qiyməti də çox yüksəkdir. Yəni 200.000 altındır. Bir sözlə deyə bilərəm ki, Hayday oyununun tarixi boyunca ekiz olan tək makinedir. Dediyim kimi, çünki 2 dəfə verilir. 2 dəfə verilməsində səbəbi var. Çünki içindəki ürünlər nə qədər də makinələrin gözünü açsaz, nə qədər də çox hazırlasaz, yenə də yetişmir. İndi kiçik səviyyədə olanlar bəlkə də bunu anlamırlar. Fikirləşirlər ki, yəni yetir özlərinə, amma səviyyələr yüksəldikcə bu mümkün olmur. Heç bir ürün hazırlamaq olmur. Yəni yetmir də, bir sözlə heç bir məmulata yetmir şəkərlər. Nəysə, artıq keçək fabrikanın nə qədər müddətdə hazırlandığına. Dediyim kimi, həm 2 dəfə verildiyinə görə, həm də makinələrin aralarında çox yüksək bir səviyyə fərqi olduğuna görə 6 saat müddəti qərarlaşdırılıb inşaatına. Yəni 2 makinenin də inşaat müddəti 6 saatdır. Artıq ürünlərinə keçək. Hətta burada siz bir ürün görürsünüz. Mən indi onu alacağam. Birinci makinenin açıldığı səviyyədən, yəni 7-ci səviyyə ilə birlikdə bizim qarşımıza esmər şəkər çıxır. Ondan sonra bəyaz şəkər var. Bəyaz şəkər 13-cü səviyyə ilə artıq açılır. Sonra şərbət var. Şərbət isə 18-ci səviyyədə açılır. Siz indi fikirləşə bilərsiniz ki, əgər bu makine 76-cı səviyyədə açılırsa, səndə niyə indi bu dəqiqə 2 dənə görünür? Məndə 2 dənə görünməsinin səbəbi əslində var. Onu mən özüm kopyalayıb qoyacağam ora. Yəni hal-hazırda öndəki makinenin yeri məndə boşdur. Editlərkən mən onu hazırlayacağam və sizə təqdim edəcəm. Bu bölümümüz də bu qədər. Sevilirsiniz canlarım. İzlədiyiniz və bəyəndiyiniz üçün təşəkkür edirəm.